Hörmətli Gözbıraq əhli, Azərbaycan günün hər birinizi salamlar. Yeni ildə yeni qurumlar arzu edilməklə bugünkü görüşümüzə uğurlar arzu edir. Bugünkü görüşdə icra hakimiyyətinin struktuuru, ümumi hazırlanan rəhbərləri və bütün xidmət təşkilatları rəhbərləri iştirak edirlər. Onların adına salamlar və tədbirimizə uğurlar arzu edir. Tədbirin əsas məqsədi hamı bilir ki, Cənab Prezidentin administrasiyanın birbaşa nəzarəti ilə, tapşırığı ilə səhiyyə görüşlər keçirilir. Və səhiyyə görüşlərin keçirilməsinin əsas məqsəd yerlərdə olan problemlərin sizlə birlikdə araşdırılması və onların həllinə əsas məqsədi administrasiyadan razılaşdırılmış qrant əsasında mənim olmamağım, Bakıda edim, ona görə təbii artıq arxada qalır. Bəzi onun məsələlər... Nətər özümüz bastırdığımız dirəklərdir, yatıb yerdədir. Setkaların üstündən gedir, fındıqların üstündən gedir. Həmin problemlər elə də qalıbdır. Həmçinin kəndimizin bəzi yerlərində də bəzi dəyişləsi dirəklərimiz var. Hal-hazırda bizim vəziyyətimiz budur, Mübariz müəllim. Mən deyirəm, kənd cəmaatından, şəxsən öz adımdan, öz aləmin adından, sizin həmişə bizim kəndə qayğınız diqqət mərkəzində olubdur, həmişə siz qayğı göstərmişsiniz, nə imkan daxilində eləmişsiniz. Bizim xahişimiz ondan ibarətdir ki, bu mərkəzi yolu siz bayaq çıxışda da qeyd elədiniz, bir daha mən xahiş kimi eləyirəm, bizim mərkəzi yolu asfaltlaşdırma imkanı